Bakı Yunus Əmrə İnstitutunda Ankara Bilkent Şəhər Xəstəxanası əməkdaşlarının xəstəxananın moral sənət emalatxanasında hazırladıqları əsərlərdən ibarət Səhiyyətçi Rəssamlar adlı rəsm sərgisi açılıb. Sərgidə Anadolu mədəniyyətini, təbiətini və insan həyatını əks etdirən rəngarəng kompozisiyalar nümayiş etdirilib. Ankara Bilkent Universitetinin tibb bacısı, rəssam Səma Efe çıxışı zamanı 35 yaşında xərçəng xəstəliyinə tutulduğunu, bu xəstəliklə mübarizə apararkən rəsm kurslarına getməyə başladığını və beləcə rəsmin onun həyatının bir parçasına çevrildiyini bildirib. Türkiye'den geliyoruz. 90 kişilik ekibimle geliyoruz. Bizler Ankara Bilkent Şehir Hastanesi'nde çalışan sağlık çalışanlarıyız. Bizim amacımız bütün ülkelere gidiyoruz. Resim sergileri açıyoruz. Buradaki amacımız şu: sağlıkçıların fırçalarıyla Anadolu kültürünü yansıtan resimler yapıyoruz. Yani Türkiye'mizi tanıtıyoruz. En büyük amacımız bu. Bir de tabii sağlıkçıların fırçalarıyla olduğu için çok anlamlı. Neden anlamlı? Şöyle söyleyeyim ben size. Şimdi sağlık çalışanları biliyorsunuz çok emekçi insanlar. Çok yoruluyorlar, biliyorsunuz, takdir edersiniz ki. O nedenle hem çalışıyorlar hem de mesaiden sonra biz akşam toplanıyoruz, resimler yapıyoruz. Bu sağlıkçılar grubumla bizim bu 110. sergimiz. Yabancı ülkelere gidiyoruz daha çok. Evet. 110. sergimiz. Evet. İşte Almanya, Beşkez, Paris, her yer var. Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında musiqi, rəqs və idmanın universal xarakter daşıdığını və insanları bir araya gətirmək gücünə malik olduğunu bildirib. Onun sözlərinə görə bunları daha da mənalı edən şey bizim öz ənənələrimizdə, mədəniyyətimizdə, insan dəyərlərimizdə axtarıb tapdığımız və dünyaya təqdim etdiyimiz elementlərdir. Səfir diqqətə çatdırıb ki, sənətə, musiqiyə, ədəbiyyata və mədəniyyətə baxanda Bakı həqiqətən də çox gözəl bir məkandır. Burada hər sahədə çox uğurlu rəssamlar, musiqiçilər var. Çox canlı bir mədəniyyət həyatı mövcuddur. Bu səbəbdən burada olmaq çox qiymətlidir. Daha sonra sərgiyə baxış keçirilib. Sərgilənən əsərlərdə Azərbaycana aid motivlər və elementlər də yer alıb. Rəssamlar iki ölkənin ortaq mədəniyyətini və ənənələrini birləşdirərək həm Anadolu, həm də Azərbaycan təbiətinin gözəlliklərini, adət-ənənələrini və folklorunu izah edən kompozisiyalar da hazırlayıblar. Xeyrənsə Priyeva, Çingiz Abdullayev, Səs TV.